Salam TikTok əmi. Özünüzü bloger kimi hiss edirsiniz yoxsa? Gözü üç iş tapmadın da sən. Ay malış, ay deyirəm qardaş, o obrazın adıdır. Məni elə bir şillə vurdu ki, ham belə risk dayandı ki, birdən-birə ki, Vüsal öldü də, prosta başa düşdü. Talih Üzbəyov da bu yaxınlarda bəlkə də filmini nümayişə çıxartdı. Yaxşı isə yaxşı demək lazımdır, pis isə pis demək lazımdır. Pulun yoxda çəkmədi. İstedadsızlar daha çox qazanır. Öldüyün yerdə. Xanım fanatlarım var, yəni elə böyük kütlə. İnşallah, Vüsal bəy, inşallah bugün özümüz olacaq da. Başqa variantımız yox. Salam, yenidən sizin qarşınızda olduğum üçün özümü çox şanslı hiss edirəm. Bugün bizim qonağımız gənc olmasına baxmayaraq film sayəsində əlindən gələni əsirgəməyən, artıq xalqın, gənclərin rəğbətini qazanmış Vüsal Əhmədzadədir. Xoş gəlmisiniz Vüsal bəy. Təşəkkür edirəm, çox sağ olun. Minnətdaram ki, dəvət eləmisiniz. Çox sağ olun. Biz təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün. Sağ olun. Necəsiniz? Yaxşıyam, çox sağ olun. Ümid edirəm ki, bizə baxanlar da yaxşıdırlar. Bizim söhbətlərimizdən sonra lap yaxşı olarlar. İnşallah, Vüsal bəy, inşallah bugün özümüz olacaq da. Başqa variantımız yox. Necəsiniz? İşlər necə gedir? Təzə proyektlər varmı? İşlər yaxşıdır, təzə proyektlər düşünürük. Yəqin ki, ümid edirəm sponsorlarımız olar və biz yenidən qayıdarıq əsl görmək istədiyimiz işlərə, yəni kino çəkərik. Deyək ki, xalqa, millətə kino töhfələrimizi verərik. İnşallah bu sponsor məsələsi bizdə də problemdir. İnşallah tezliklə bəhrəsini görərik. Yəni gözlədiyiniz nəticəni hələ ki ala bilmirsiniz sponsor açısından. Açığı əvvəllər daha yaxşı idi. İndi bu sir deyil. Bu cəmiyyətdə olan hər bir kəs bunu bilir. Deməli, indi hamı keçib sosial şəbəkələrdə proyektlər edirdi. Orada da sponsorluq təklifləri daha aşağı qiymətlərləndir. Ona görə də mən düşünürəm ki, sponsorlar, şirkətlər üstünlüyü verirlər sosial şəbəkədə olan blogerlərə, nə bilim oradakı layihələrə və s. Kinoda biraz çətinləşib bu proses. Çox təəssüf edirəm yəni bunun üçün. Çünki yəni film, kino dövr dəyişsə belə, zaman dəyişsə belə, yəni əsas amillərdən biridir də. Əlbəttə ki, kino, ümumiyyətlə kino belə bir deyim var ki, kino nə rejissorundur, nə oradakı senaristindir. Kino çünki qalır tarixdə və indiyə qədər məsələn bizim baxdığımız o filmlər, bizim uşaqlığımızdan qalan filmlər kimdir? Məsəl üçün oradakı rejissorlar bəziləri dünyasını dəyişib məsələn. Amma film qalır millətə, xalqa, tarixə. Yəni ona görə də düşünürəm ki, ən azından o cürünə yanaşma eləsələr bəzi şirkətlər yaxşı olar. İnşallah, ümid edirəm, yəni inamım ölmür bu cəhətdən. Biz də ona görə də hələ də davam edirik işləməyə. Belə də axırın olur. Bu arada uşaqlıq dediniz. Uşaqlıqdan həvəsiniz var idi incəsənət sayəsində, ya necə? O həmişə deyirlər, müğənnilər falan gələndə deyirəm, mən uşaqlıqdan oxuyurdum. Doğrudan uşaqlıqdan. Çünki mən məktəb KVN dediydi, o vaxt Şən Vazı Zabaq klubunda 6-cı sinifdə oxuyanda oraya yazılmışdım. Oradan belə davam edə-edə, sonra universitet KVN-i, sonra gəldik televiziya sahəsinə, televiziyadan da bu günə qədər gəldik çıxıb. Hansı universitet bitirmisiniz? Əslində Texniki Universiteti bitirmişəm. İncəsənət Universitetini bitirməmişəm, amma oranın KVN komandasında oynaya-oynaya orada kapitan oldum. Sonra deməli Vali Əhmədov Bəli. Salamlayıram. Salamlayırıq. O dəvət elədi məni Xəzər televiziyasında senarist kimi işləməyə. Aramızda qalsın serial var idi o vaxtı. Bəli. İlk seriallardan idi Azərbaycanda. Və orada başladıq, biraz işlədik. Sonra Ənvər Abbasov dəvət elədi bir başqa proyektə. Belə yavaş-yavaş gəldik, çıxdıq buralara. Nə yaxşı. İlk işiniz onda senaristlik olub, yoxsa ümumiyyətlə ilk işiniz? İlk işim demək olar ki, senaristlik olub. Sonra aktyor kimi Səfərin Ailəsi serialında başladım çəkilməyə. 2011-ci ildə başladıq. Həm orada senarist idim, həm də aktyor idim. Başrolda oynuyordum. Bir müddət sonra bir-iki verilişdə başladıq rejissorluq eləməyə. Rejissorluq gördüm ki, daha xoşuma gəlir. Başladım elə rejissor kimi də fəaliyyətdə davam edirəm. Bəs özünüzü aktyor kimi, senarist kimi, yoxsa rejissor kimi daha güclü görürsünüz? Güclü deməzdim. Daha uğurlu deyim. Daha uğurlu və rahat hiss elədiyim yer rejissorluqdur. Amma buna baxmayaraq hələ də senarist və aktyor fəaliyyətimi davam edirəm. Sadəcə rejissorluq belədir ki,
onların üçünü də cəmləşdirmək olur o işdə. Ona Bəli. görə də daha rahat hiss edirəm özümü. Bəs bu günə kimi neçə filmin rejissoru, neçə filmin ssenaristi, neçə filmdə aktyor kimi iştirak etmisiniz? Valla saymamışam. Bu yaxınlarda deməli Wikipedia düzəltmək üçün məndən məlumatlar Hə, istədilər. baxdım yox idi Hə, indi təəssüf ki. çalışırıq onu düzəldək. Məlumatlar istədilər. Baxdım ki, 22 filmdə qısa metrajlı və bədii filmlərdə fəaliyyətim olub. Həm ikinci rejissor kimi, həm rejissor kimi, həm ssenari müəllifi kimi. Onlardan bilmirəm, yadımda deyil. Hal-hazırda ya 5 ya 6-sı quruluşçu rejissor fəaliyyətidir. Digərləri isə ikinci rejissor kimi fəaliyyətim var və həm də ssenarist. Aha, nə yaxşı. Mən çox gəncsiniz. Qapı filmini izlədim bu yaxınlarda kinoteatrlarda. Heç gözləməzdim. Yəni ağlıma gəlməzdi onun rejissorunun siz olduğunu. Çünki mən daha belə adam gözüm yaşlı nəsillərdən falan deyim də belə. Amma uğurlu bir iş idi. Çox yaxşı sağ olun, idi. minnətdaram. Baxmayanlar da gedin, baxın da, qutarıq da bu söhbət. Hə də, yəni məncə bu vacibdir. O Azərbaycanda bəzi bir insanlar var, bəzi insanlar ki, Azərbaycanda film yoxdur, Azərbaycanda film yoxdur. Ömür boyu kinoteatra getməmiş insanlardır. Hə, bu yaxınlarda mən onu bir dənə Facebookda bir nəfər yazmışdı, ona kommentdə başladım onunla danışmağa. Heç xoşlamadığım bir şeydi, amma gəlib o mübahisəyə çıxır deyə ona görə çox xoşlamam orada danışmağı. Sadəcə sual verdim adama ki, axırıncı dəfə hansı filmə baxmısan? O da deyir ki, mən ümumiyyətlə Azərbaycan filmlərinə baxmıram. Dedim, baxmadığın halda belə deyək də stadiona getmirik, amma futbol olmasını istəyirik. Yəni stadiona gedək, sonra futbol istəyək. Kinoya baxaq, sonra istəyək ki, kino olsun da. Yəni ən azından buna cəhd edək. Ən azından bir istehsalçıya kömək edək, bu pul qazansın. Bəlkə bu dəfə gücü çatmayıb, yaxşı şey çəkməyə, növbəti dəfə gücü çatacaq. Yəni sponsor yoxdursa da, məsələn, mənim qapı filmində bir cəmi sponsorum var idi. Hətta. Bəli. Ona görə də bu vaxta qədər işlədiyimiz işlərdə də yəni sponsorlarımız az olub əslində. Bu söhbəti çox vurğulamaq istəmirəm. Sadəcə öz gücümüzə elədiyimiz işlərdir. Hal-hazırda onsuz da kino sahəsi mən elə düşünürəm ki, kinonu sevənlər, kinoya can yandıranların çiyinləri üzərində gedir. Necəsə indi hərəmiz bir təhər pul tapırıq, cibimizdən qoyuruq. Kimsə əmisindən alır, kimsə maşınını satır, kimsə evini satır. Necəsə gəlib bu sahəni istəyirik ki, inkişaf elətdirək. Dediyim kimi də, yəni biz tarixdə adımız qalacaq. Yəni biz bir gün bu dünyada olmayacağıq, amma ən azından filmlərimiz qalacaq, övladlarımız baxacaq, fəxr eləsinlər ki, belə bir adamlar olub bu dünyada. Rejissorumuz sualı soruşur məndən, soracağım sən. Soruşur ki, deyir, bəzi tamaşaçılar deyir ki, pulun yoxda çəkmədə deyir. Öldüyün yerdə, hətta onu vurğulayır. Biz belə deyək də, Bataliyə Üzbəyov da bu yaxınlarda bəlkə də filmini nümayişə çıxartdı. Onun da məsələn, indi dostumda həm də ki, onun prosesi necə apardığını tam yaxından şahid olmuşam deyə. Onların düzdür, sponsorları oldu, amma tam belə qəpiyinə qəpik də, belə deyək, doğru dildə desək. O da məsəl üçün pulun yoxdur, çəkməyək eləsə, mən də eləsəm, onda çəkənlər olacaq, mən demirəm çəkənlər olmayacaq. Mən demirəm ki, ən yaxşısını biz çəkirik. Təbii ki, bizdən də yaxşı çəkənlər var, bizdən yaxşı ideyası olanlar da var, bəlkə gücü çatmır çəkməyə. Amma bu necəsə bu davam eləməlidir, necəsə bu çarx fırlanmalıdır, necəsə gəlib bu, necə deyərlər də, o dəyirman kimi bu işləməlidir ki, bir çörək qazansın hamı. Çünki kinoda təkcə rejissor qazanmır, kinoda grimyor qazanır, kinoda geyim rəssamı qazanır, quruşçu rəssam qazanır, operator, işıqçılar, o qədər texniki heyətdə adam olur. Məsəl üçün, tutaq ki, deyirəm də, Qapı filmini. Qapı filminin 42-43 nəfərlik heyəti var idi. Hamı evinə çörək aparır, hamı işləyir. O demək deyil ki, məsəl üçün, oradakı işıqçı bəs neynəsin? Yaxşı, mən çəkmədim, işıqçı qalacaq, məsəl üçün deyirəm. İndi hamımız çəkməsin. Ona görə də bu düşüncə varsa, o kimsə o kommentləri deyir də, yəni rejissorunuza demirəm ha. Kimsə kommentləri deyir, həmin o adamlar ki, sizin vurğuladığınız kimi deyib ki, ona heç baxmırlar. Eynən. Yəni çox təəssüf edirəm. Bir də ki, yəni bəlkə də filmi uğurlu filmlərdən biri idi. Siz əlinizdən gələni belə deyim də eləyirsiniz ki, ən azından səviyyəni qaldırasınız. Hə, biz çalışırıq, düzdür. İndi açıq etiraf eləmək lazımdır. Düzdür, hərdən mən belə danışıram, mənə deyirlər ki, sən kimsə xəttinə dəyə bilərsən, amma bunu demək məcburiyyətindəyəm. Yaxşı isə yaxşı demək lazımdır, pis işə pis demək lazımdır. Çünki pisə deməksə, sonra o davam edir işləməyə. Biz məsəl üçün də, yenə də indi özümü təkəbbürlü kimi çıxmasını, lap Tariyə olsun, Əlixan olsun, biz nəsə bir addım qabağa aparmaq istəyəndə o adamlar 2 addım dala aparır. Biz yenə olduğumuz yerdə qalırıq. Yəni, ona görə də heç olmasa o pisləri demək lazımdır ki, o adam demirəm, bir kobud şəkildə. Yaxşı, deyək ki, qardaş, bunu bir dəfə belə eləmə, belə elə.
bəlkə biz də kömək edək. Problem yoxdur. Lap pulsuz işləyək. Necəsə edək, gəl bu işi bir yerdə qaldıraq. Buradan səslənirəm hamıya. Eynən, yəni o doğrudan da mən sadəcə onu izləmişdim, bəlkə də film kinoteatrda izlədim. Uğurlu filmlərdən biri idi. Aktyor seçimləri də çox qəşəng idi. Ən azından bir fərqli idi də. Yəni janr yanaşması, deyək ki, oradakı vizual yanaşma fərqli idi digər bəzi filmlərdən. Yəni düzdür, tək məkanda çox hissəsi tək məkan idi, amma ona baxmayaraq Səbuhi Atababayev rejissor idi, quruluşçu rəssam orada o idi və İman İmanov quruluşçu operator idi. Həmçinin onların vizual o necə deyirlər, həlləri filmi çox gözəl eləmişdi. Eynən. Bəs kastı kim eləmişdi? Kastı Talih özü edib. Düzdür. İndi hərdən bir belə məsləhətləşirik bir yerdə, dostlar olaraq yığışırıq. Bizim bir adətimiz var. Kim ssenari yazır, bir yerdə atırıq, bir yerdə oxuyuruq, fikirləşirik və təkliflərimiz edir ki, bu obrazı falan kəs oynaya bilər, bu obrazı mütləq bunu çək. İndi rejissor təbii ki, sonda qərarı verir. Amma demək olar ki, Talih özü bütün kast edəmişdi və uğurlu seçim idi. Hə, Talihin vəbşə kast işlərini çox bəyənirəm mən. Çünki özü də aktyordur, aktyorluqdan gəlib və daha yaxşı tanıyır. Nurlan məsələn Rüstəmov onun qrup yoldaşıdır. Daha yaxından tanıdığı adamdır. Bilir ki, bu Nurlan oynasa çox gözəl olur. Bu arada Qapı filmində də Nurlanı oynamağım üçün təklifi Talih eləmişdi mənə. Mən də çağırdım Nurlanı, biz danışdıq. Çox da uğurlu seçim oldu mənim. Doğrudan da çox uğurlu seçim. Mən Nurlandan yəni elə bir performans. Nurlanla ilk mənim tərəfimi müqavilim olub Nurlan. Çox hissiyyətli oğlandı, amma elə dəyişəcək bir performans gözləmirdim yəni. Çox yaxşı idi. Yəni professionaldır da bu adam. Yəni çox işində məsuliyyətli və professional. Çünki digər belə deyək də mənə kimi məsəl üçün özüm də ora qatıram da biz aktyorluq sənətini oxumamışıq. Sadəcə özümüz öyrənmişik. Təcrübə KVN-dən birimiz KVN-dən, birimiz blogerlikdən və s. gəlmişik. Rejissorlarla işləyə-işləyə təcrübə yığmışıq. Nurlan isə texniki və bütün o işin qayda qanunu düzgün bildiyinə görə zadaçanı verəndə, məsəl üçün mən rejissor kimi zadaçanı verəndə tam nə istədiyimi başa düşən adam idi. Çox rahat idi o adamla işləməyə. Buradan da salamlayıram. Mən də salamlayıram. Bəs məsələn deyirlər ya, xarici Hollywood filmləri belə, lap türk filmlərini götürək belə. Görəsən o türklərə sizə belə deyim də, sizə ayrılan qədər büdcə ayrılsaydı, film çəkə bilərlər, mən maraqlıdır. Hollywoodda ya, Türkiyədə? Yəqin ki, çəkə bilərlər. Söhbət ondan getmir, onları çəkəməzlər. Sadəcə olaraq hal-hazırdakı durumda biz ümumiyyətlə həmişə 50-ci illərdən tutmuş. İndi məsəl üçün Xaç atası 72-ci ildə çəkilib. 72-ci ildə Azərbaycanda axı o səviyyədə film çəkilmirdi, açığı da. Əhməd haradadır falan filmlər var idi. Demirəm, onlar da indi bizim belə deyək də kalifeylərin işləri olubdu. Biz onları pisləmək mənasında demirəm. Sadəcə imkanlar baxın. Onlar həmişə bizdən 100 il qabaqda olublar. İndi o davam edir. Onlar indi gəlsələr bizim setlərə təbii ki, gülərlər ki, biz bu rəqəmlərə və bu cür texniki imkanlara sahib olaraq kino çəkirik. Amma mənə biraz bu şey oxşur. Yəni yenə də biraz futboldan misal çəkəcəm. Real Madridlə məsəl üçün Sabah futbol klubunu müqayisə edirlər. Sabah niyə gəlib çempion liqasını udmur? Onun təsisləri ilə, onun imkanları ilə bu bir deyil axı. Onun stadionu 8 qat da aralanır, gəlir oradan bir qat çıxır. Orada bizim stadion Masazırda Sabah gəlir, atlar gedir qıraqda, qoyun quzu otarırlar. Bu da gəlir orada məşq edir. Yəni bununla onu müqayisə üçün deyirəm ki, bizi də onlara müqayisə edir. Hollywoodda falan şeylər. Hollywoodda mən 100 minə çəkdiyim filmi onlar bir operator alır, məsəl üçün. Bəlkə də qonorar. Bəlkə də çox olur, məsəl üçün deyir. Yəni ona görə bizə onlarla müqayisə etməyimiz düz deyil. Hə, ideya baxımından müqayisə edə bilərlər. Çünki bizdə hekayələr, bizdə də çox yaxşı hekayələr var. Yaxşı hekayələr olan filmlər var. Yaxşı düşünən insanlar var. Bəli, amma yenə də onlara dəstək olmaq lazımdır. Ən azından tamaşaçı tərəfdən dəstək olmalıdır yəni. Eynən. Bəs sizcə bizə belə deyim də pul ayıran insanlara, sponsorlar ola bilər ki, pis öyrəşdirmişik. Yəni daha az pul verirlər ya. Çox güman ki, elə olub. Çox güman ki, elə başlayıb ümumiyyətlə. Yenə deyirəm də, bizim məsələn, mən özüm qarşıya YouTube-da çəkdiyimiz filmlərdə milyon baxışlar olub. Amma az büdcələr olub və sponsorlardan nə bilim indi 2000, 3000, 5000 pul almışıq. O komandaya yetəcək qədər. Yəni götürüb işləmişik. İndi onlar da fikirləşir ki, o vaxt var idi 3000 verirdik, 1 milyon baxış var idi. İndi məsəl üçün gəlirsən ki, 30 min ver, misal üçün. O da deyir ki, 30 min niyə verirəm? Bir də keçən dəfə 3000 verdim, 1 milyon baxış oldu. İndi təzədən bir də 30 min. İzah eləmək olmur da, o kinoteatr səviyyəsi başqadır, bunlar başqadır.
Eynən. Vizyon söhbətidir məncə biraz da. Eynən. Çox üzülürəm şey üçün ki, məsələn baxırsınız efirlərdə, televiziyalarda məsələn çox əlaqəsiz, nə bilim, proqramlar var. Amma o qədər sponsorları var ki bunların. Ya insanlara doğrudan bu lazımdırmı? Xalq bunu necə yoxsa? Mən bu yaxınlarda yenə də bu söhbəti eləmişdik. Deməli, Alataba serialı bunun göstəricisi oldu ki, biz Alatabanı işləyəndə tamaşaçı rəğbəti qazandı. YouTube-da da çox güclü baxışı oldu. Bütün ölkə ondan danışdı. Hətta bizim korifey sənətkarlarımız da o mövzuya toxundular, serial baxdılar, ən azından izlədilər. Bu onun göstəricisidir ki, biz nəyi veririk, tamaşaçı ona baxır. Alataba verdik, məsəl üçün Alataba baxıldı. İndi əqrəb mövsüm gedir, Emil Quliyev çəkir, ona baxılır. Fakt, reallıq budur. O dayananda yenə keçirlər digər həmin o proqramlara. Çünki tamaşaçı televiziyanı açıb nəyəsə baxmaq istəyir. Faktiki olaraq televiziyada 4 saat gedən bir veriliş var, indi adını çəkmək istəmirəm. 4 saat gedir veriliş. Nə vaxt açsam o veriliş gedir, yəni o qədər gedir yəni. Baxırsan ki, sponsoru 15 dənə. Hərəsi nə qədər pul verir, sonra biz pulunu saymırıq, özləri bilər, istəyirlər milyon versinlər. Sadəcə tamaşaçı atır 4 saat ərzində bu gedir də, başqa nəyə baxsın? Vermir yaxı ona bir başqa bir şey. Və bu sponsorlar niyə biri, ikisi məsələn gəlib bu normal filmlərə sponsorluq eləmir də? Bu adamı yandırır. Dediyim kimi biraz orada vizyon məsələsidir təbii ki. Biraz da istər-istəməz az pul xərcləyib çox bir kütləyə çatmaq söhbətidir. Yəni marketinq tərəfindən. Yəni məsəl üçün filmdə mən bir dəfə onun söhbətini eləmişəm. Bir maşın şirkətinə getdik, tanışdıq. Maşın şirkəti dedi ki, mən YouTube-da olan filmə daha yəni mənə sərf edir ki, 5000 manat məsələn pul verin. Mən də dedim ki, qardaş, sənin alıcı kütlən YouTube-da deyil. Sən onu başa düşməlisən. Mən marketinqə öyrətməli deyiləm. Ola bilməli. Məsələn, kinoteatra gəlib pul verən, bilet alan adam da alıcı kütləsi. Maşın ala biləcək, məsələn 40 minlik, 50 minlik maşın ala biləcək adam, o kinoteatra gəlib pulu verən adamdır. YouTube-da isə məsəl üçün hər hansı bir bölgədə 14-15 yaşlı uşaq da oturub YouTube-a baxır. Məsəl üçün xaricdə olan adam da baxır. Bir belə deyək də bir nənə də oturub baxır və o gedib o maşını almır. Amma göstərici odur, nədir? Marketinq hesabı gəlib rəhbərliyə deyəcək ki, bax mən bu filmə 5000 manat pul verdim və milyon baxış yığdı. Sadəcə göstərici üçündür. Öz işlərini yaxşı göstərmək. Amma kinoteatra verəcəyi 30 min, misal 30 min deyirəm də, 30 min ona geri dönüş edəcək bir maşın satılsa geri dönüş olacaq, onu düşünmürlər. Məsəl üçün. Eynən. Sizcə düzələr bu nə vaxtsa film sektoru? Əlbəttə ki, düzələcək. Çünki ola bilər biz bunu görmədik. amma düzəlməyə, yəni ki, məhkumdur. Bu düzəlməlidir. Çünki ən azından indi yavaş-yavaş da olsa dediyim kimi də bu kino sevərlərin çiyinləri altında getsə də, yəni bu olacaq. Yəni bu mümkün deyil ki, bu qədər əziyyət bəhrəsiz qalsın. Doğrudan da yəni zəhmət çəkirsiniz. Siz və sizin kimi 3-4 nəfər insanlar var ki, sırf bunun üçün, yəni filmi yüksəltmək üçün əlinizdən gələn edirsiniz. Valla hamı borc xərci çəkir. Bu dəqiqə mənim ətrafımda olan bütün bu dəqiqə Apatiya filmi gedir kinoteatrda, Hikmət Rəhimov borcdan çəkib. Yəni bu sir deyil, özü də deyir mən. Mən borc xərc, nə bilim Əlixan oradan borc xərc, Talih buradan borc xərc. Yəni bu nə qədər davam edəcək? Ya biz bir gün hər şeyin daşını atıb çıxıb gedəcəyik, hərəmiz bir şey, birimiz taksi sürəcəyik, birimiz nəsə məşğul olacağıq. Ya da ki, kimsə çıxacaq qabağa deyəcək ki, yox, gəlin bu uşaqlara şərait yaradaq işləsin. Hə də, yəni siz bu dövlət üçün, bu ölkə üçün eləyirsiniz də, bu xalq üçün eləyirsiniz də. Belə bu da bir başqa bir növ vətənpərvərlikdir əslində. Yəni belə mənim atam bizim hərbi müəllimimiz olub. Onun bir dənə yaxşı sözü var idi. Bir dəfə sual verdi ki, vətənpərvərlik nədir? Uşaqlara sual verdi. Yəni biri dedi ki, vətəni qorumaq, biri dedi nə bilim ananı qorumaq. Dedi, yox, mən gördüm ki, sən partanı yazırsan da Ruskayla. Vətənpərvərlik oradan başlayırsan, bu taxtdan yazma. Niyə yazdın o partanı? Oradan başladı. Çünki bu bizim dövlətin məhsuludur. Biz bunu istifadə edib, bura pul ayrılıb. Sən bunu yazdın, artıq vətənpərvərliyi bitirdin yəni. Qəşəng doğrudan da. Bəs sizcə bir universitetini açdıq. Universitetdə oxumaq vacibdir yoxsa? Mütləq təhsilli olmaq vacibdir. Bütün sahələrdə istənilən işi, aşpaz da olsan, bu işi öyrənməlisən, texniki nəzəriyyəni, hər şeyi bilməlisən. İndi mənim şəxsən belə deyək də 2008-ci ildə mən İncəsənət Universitetində sənədlərimi vermək istəyirdim. Sadəcə həmişəki kimi ailələrdə olan o söhbətlər ki, nə edirsən falan filan
bir işlə məşğul ol, özünə bir iş tap. Hə. Mən də getdim Texniki Universitetə. Amma bu iş elədi ki, məni dartdı özünə yenə də gətirdi bura. Amma buna baxmayaraq mən və mənim ətrafımda olan məsələn bizim dostlarımız gedib kitablar almışıq, gedib məsəl üçün böyük rejissorların yanında mən assistent kimi də işləmişəm ki, onlardan öyrənim. Həm praktiki cəhətdən, həm də nəzəri cəhətdən oxuduğumuz kitablar var, ssenari kitabları, rejissorluq kitabları. Ən azından o universiteti oxumasam da bunları çalışmışam ki, öz üzərimdə inkişaf üçün də, yəni idarə edeyim. Məsələn, mən İlham Qasımovun yanında ikinci rejissor olmuşam. İlham Qasımovdan çox şey öyrənmişəm. Xan Cəfərovla müəyyən vaxt ərzində biz işləmişik. Yəni mən orada assistent kimi də yəni işləmişəm. Ondan nəsə götürmüşəm. Praktiki olaraq onlardan nəsə götürmüşəm. Amma mütləq kiminsə imkanı varsa, şans varsa oxumağı yaxşıdır. Universitet oxumağı yaxşıdır. Mən düşünürəm ki, amma Azərbaycan mən İncəsənət Universitetini bitirmişəm Azərbaycanda. Düşünürəm ki, amma yəni bizim dövrdə elə idi ən azından. Sadəcə teatralni dərsləri keçirdilər. Nəzəriyyat ümumiyyətlə yox idi. Nəzəri dərslər ümumiyyətlə yox idi. Nəzəriyyatdan heç bir şey öyrənmirdik. Sadəcə praktika, teatralni. Sadəcə bunu öyrəndim. Mən ona görə yəni institutdan sonra hətta gəlib Türkiyədə kamera oyunu oyunculuq oxudum. Və bütün bizim dövrdə incəsənəti bitirən gənclər sadəcə öz üzərlərində işləyərək özlərini inkişaf etdirdilər. Mən o problemi çox yaşamışam. Bir rejissor kimi bunu demək istəyirəm ki, deməli incəsənətdən gələn uşaqlar kamera təcrübəsi olmur. O bizə çox əziyyət verir. Yəni biz onlara başlayana qədər ki, məsəl üçün də indi 85 obyektivlə çəkəndə sən necə oynamalısan? Biz 25 ilə çəkirik, sən hələ özü yorma da, biz ofis çəkirik. Orada bütün canım qoyur, çünki o elə öyrəş bax teatr şeyindədir. Bir onlara öyrədirik. Bu da indi kino da elə bir şeydir ki, vaxt puldur. Hər dəfə kimsə öyrətməyə vaxt yoxdur. Ya məcbur olsan, onda sən bu adamı ikinci dəfə çağırmırsan. Məsəl üçün, o da yazıq qalır qıraqda. Dəfələrlə söhbət açmışam. Deyirəm ki, İncəsənət Universitetinə mən tələbə çağıranda onların müəllimləri onları qoymayıblar gəlsinlər setə. Yəni bunu eşitmişəm, düz orada özüm olmasam da bunu eşitmişəm, görmüşəm, şahid olmuşam. Mən də ona həmişə etiraz edirəm ki, bu adamlar niyə gəlməməlidir? Setə gəlib praktika keçirlər də, öyrənirlər. İndi ola bilər kimsə desin ki, hə məsəl üçün Vüsalın yanına getməyin, Vüsal pis rejissordur, Vüsaldan öyrənməyin. Ən azından bir yaxşı rejissorun yanına getsinlər, yaxşı mənim yanıma gəlməsin. Təkcə aktyorlara aid deyil, rejissorlara da aiddir, bu operatorlara da aiddir. Bunlar da öz aralarında, məsəl üçün biz indi tələbələr olur, gəlirlər, ya təzə qutaranlar olur, gəlirlər, bizdən məsləhətləşirlər, nəsə bir köməklik istəyirlər. Onlarda da baxıram ki, heç bir şey yoxdur da. Yəni mən bu adamı sabahlarım çağırım, nəsə bir öz yanımda iş şey deyim. Baxıram ki, bu adamı öyrətmək üçün də təzədən bir də 4 il lazımdır. Təəssüf ki. Yəni bu proses necə gedir o universitetdə mən hələ bilmirəm. Düzdür, yenə deyirəm, oradakı müəllimlərin mənim çox böyük hörmətim var. Bir çoxsunu tanıyıram, şəxsən tanıdığım insanlar da var. Amma bilmirəm, sistem niyə elə qurulub mən bilmirəm. Başım çıxır. Çox təəssüf edirəm. Hərdən elə deyirəm ki, üzr istəyirəm. Hərdən elə deyirəm ki, mən özüm yaxşı oranı qurtarmamışam. Eynən. Mən bu yaxınlarda bir rəfiqəmlə söhbət edirdim. Aktrisadır, Fidan Bayram, salamlayıram. O da İncəsənət Universitetini bitirməyib məsələn. Amma çox istəyirdi. Ona hətta dedim ki, bəlkə də sən İncəsənət Universitetini bitirsəydin, bir çoxları kimi sən də çərçivə qoyulur ona görə. Bizdə məsələn çərçivə yoxdur. Çünki biz o qəlibə girməmişik də, biz özümüz belə şaxələnmişik. Yəni ona görə yəqin ki, çərçivə biraz sıxır. Amma mən bildiyim qədərilə bir çox İstanbul məsələn Film Akademiyasında oradan tələbələrlə mən də danışmışam. Orada biraz fərqlidir. Setlər aparırlar, masovka deyirlər də, indi kütləvi səhnələrdə onları istifadə edirlər. Həm set görürlər, həm oradan bir təcrübə yığırlar, həm dərslər keçirlər. Bizdə amma elə şeylər bilmirəm niyə yoxdur. Halbuki eləyə biləcəyimiz şeylər var. Məsələn, çünki Mədəniyyət Nazirliyinin öz layihələri var. Oradan universitetdən tələbələr gələ bilərlər ən azından. Yenə deyirəm, özələ gələ bilmirlərsə, özəl sektora, ən azından nazirliyin layihələrinə gələ bilərlər. İnşallah. Dərdimiz böyükdür. Çox, yəni bunu danış bitmir. Çox yəni istəyərdim ki, düzəlsin doğrudan da. Bəs CV-ni, yəni Cavan TV-ni yaratmağa necə qərar verdiniz? Bu sual biraz şey çıxır. Mən oranı yaradanlardan biri deyiləm. Mən özüm sonradan oraya qatılmışam. Düzdür, 6-cı ilə yaxınlaşıb mən orada işləyirəm, amma ora birinci deməli Əlxan Rəzəbov gəlib, kreativ direktor kimi. O da sağ olsun məni təşrif edib rejissor kimi. Mən də gəlmişəm, orada işləmişəm. Biz də sonra yavaş-yavaş adamları yığa-yığa gətirmişik. Hal-hazırda Əlxan oradan ayrılıb, düzdür, öz şəxsi işlərinə görə dostluğumuz davam eləsə də, indi o bir yerdə fəaliyyət yoxdur. Mən onun yerində işləyirəm. Biz də belə yer dəyişmə eləmişik, amma CVN bizə nə qatıb, mən onu deyə bilərəm ki, çox şey qatıb ki, biz orada
həm yeni gələn gənclər bizə kömək oldular. Bizim indi gəlib 35 yaşımıza çatmışıq. Məsələn 20'li yaşlarda olan gənclər gəlirlər. Bizim üçün yeni bir təcrübə olur onlarla işləmək. Çünki hər gələn nəsil yeni bir şey gətirir özündən. Necə ki biz gəlib digərlərinə belə deyək də bir şey bizi bəyənmirlər məsələn köhnə işləyənlər. Ola bilər ki biz də kimsə bəyənməyəcəyik vaxt gələndə. Amma çalışırıq ki biz elə eləməyək. CV-nin bir üstünlüyü odur ki, bəs o gənclərlə bax belə yaşlı nəsli, yaşdaşlığa doğru gedən nəsli birləşdirir. Ona görə mən çox sevirəm. Həm də biz orada qısa metraj filmlər çox seçirik, seriallar falan. O elə bir ki bizim üçün çox belə necə deyirlər o idman kimidir də belə deyək də, indi lor dildə deyirəm. Biz orada məşqlər edirik. Çünki sonra böyük filmə çıxanda artıq tonusda qalmış oluruq da. Biz o qədər setdə oluruq ki, da gün ərzində. Kamera qarşısında. Kamera qarşısında olur, kamera arxasında olur, ssenarilər yazılır və s. Ona görə də o böyük setə girəndə artıq rahat oluruq biraz. Bu doğrudan çox yaxşı bir şeydir, çox qəşəng bir şeydir. Məncə də yaxşıdır. Belə kanallar çox olsa əslində yaxşı olar. Çünki bizim kimi gənc nəsildə belə deyək də işləməyə yer axtarırlar çoxsu. Bəziləri gedir serialda işləyir, bəziləri gedir indi televiziyada necəsə bir yol tapır işləyir. Amma belə kanallar, YouTube kanalları da belə deyək, olmasa olsa, həm rəqabət olar ən azından, həm də yeni bir necə deyirlər, yeni simalar çıxar ki, biz onları sonra böyük filmlərdə də görə bilərik. Eynən. Bəs qazana bilirsiniz oradan nəsə yoxsa? Ora yəni belə deyək də maaşlı iş sistemidir. Yəni maaş alırıq, işləyirik və orada komandalar, ən azından komanda formalaşır ki, sonra biz qazanmaq üçün bir nəsə iş görəndə həmin komandadan istifadə edirik də belə deyək. Yaxşı mənada. Bir də bu yaşlı nəsillər dedik, bu yaşlı pokoleniyada bəzən doğrudan gənc nəsildən heç ayaqlaşa bilmirlər. Bu sizcə paxıllıqdan irəli gələ bilər yoxsa? Düşünmürəm paxıllıqdan irəli gəlir. Sadəcə o belə deyək də biz 70 il Sovet hökumətinin tərkibində olmuşuq və o belə deyək o tərbiyəni görən, o belə deyək o sistemi öyrənən, mənimsəyən insanlar indiki sistemə biraz ayaq uydura bilmirlər sadəcə. Necə ki bizdə mən yenə deyirəm də biz məsələn mən indi TikTokda çıxan bir neçə gəncləri məsələn mən indi bəyənmirəm. Özümü hərdən elə deyəndə yaşlı hesab edirəm, amma oradakı belə bilmirəm, oradakı sistem mənə hələ çatmır. Mən hələ özüm öyrənə bilmirəm o şeyi. İndi canlı yayım açırlar falan filan. Mən heç canlı yayım bilmirəm necə açılır. Bir-iki dəfə açmışam, görmüşəm mənlikdə çıxmışam, yəni başım da çıxmadı, nə etmək lazım. Özümü onda belə qoca hissəm. Amma bizim öyrəndiyimiz sistem, bizim sadəcə bəxtimiz biraz bilmirəm, bəxt deyək buna, nə deyək. Biz elə bir vaxtda düşdük ki, tam belə 90-cı illərin o uşaqları da belə deyək. O elə vaxtda düşdü ki, Sovetdən də qalan o bir şeylər qaldı bizdə. Təzədə internetində çıxdığını gördük, telefonda təzə kəşf elədik. Hər şey biraz indiki nəsil isə deyil axı. İndi hər şey olduğu kimi internet var, telefon var və s. Biz elə öyrənə-öyrənə qalmışıq ortada. Nəsə eləməyə cəhd edir. Ya biraz oradan götürmüşük, biraz buradan götürmüşük. Yaşlı nəsil isə dediyim kimi o sistemlə, o strogo sistemlə gəliblər də konkret, yəni bu olmalıdır. Universiteti qutarda iş verəcəklər, ev verəcəklər və s. İndi biz özümüz çalışırıq ipoteka falan filan ki ev alaq. Amma onlar məsələn necə edir? Növbəyə dururlar ev alır. İndi sən ona başlayana qədər ki mən özüm əziyyət çəkib bunu edirəm, bir imkan ver. O onu qavraya bilmir də, həm tam yəni belə çobud çıxır bu sözüm, amma yəni ona çatmır. Niyə? Çünki axı onlar elə görmürlər. Ona görə. Prosta paxıllıq kimi deyil, sadəcə o sistemi başa düşmürlər ki, niyə belə. Anladım. Mənim fikrimdə yəni belə şey kimi çıxmasın. Bu xanımları daha çox maraqlandırır. O sualı sizdən soruşum. Subaysız yoxsa ailəlisiniz? Ailəliyəm. Allah bütün bağlar saxlasın. 2 övladım var. Amma düşünmürəm ki, elə bir xanım fanatlarım var, yəni elə böyük kütlə DiCaprio kimi. Varsa da sağ olsunlar. Heç belə görmürsünüz xanım fanatların sevgisini? Bilmirəm, mən belə bir kütlə axını olmayıb qarşıma belə şey olsun, amma sağ olsunlar. Kimsə görür, bəyənir, indi yolda, nə bilim, indi Instagramda falan yazırlar. Sağ olsunlar, yəni dəstəkləyirlər, ən azından fərqli nəsə gördüklərini deyirlər. Yəni mən də onlara təşəkkür edirəm. Bəs belə bir sürü fanatınız olsa, fan səhifələri falan açılsa, nəsə problem olar yoxsa? Yox, niyə ki? Xoşdur həmişə belə bir. Jim Carrey'dən sözü var əslində.
deyir ki, bir gün arzu edirəm ki, bir gün hamı məşhur və varlı olsun və başa düşsünlər ki, həyatda hər şey ondan ibarət deyil. Yəni başqa hisslər də var, başqa şeylər də var və biz sadəcə Azərbaycan çərçivəsində, nəinki Azərbaycan, əslində Bakı çərçivəsində, çünki normalda Bakıda daha çox bu şeylər baxılır və s. Bölgələrə çıxanda orada başa düşürük ki, oradakı həyat fərqlidir və bizə o qədər də çox fikir verən yoxdur. Deyirlər, okey də, çəkilir, tanıdım, hardansa görmüşəm falan. Yəni, ona görə də onda başa düşürsən ki, məşhur olmaq o qədər də şey deyil. Yəni, özün üçün burada bir çərçivə yığmısan, elə bir hər yerdə səni tanıyırlar. Doğrudan da, yəni Azərbaycan balaca ölkədir. Burada nə qədər məşhur? Çox balacadır. Yəni, mən şeydə onda başa düşdüm ki, hamı bir-birinin qohumudur, tanışır. Yəni, hamı bir-birini tanıyırmış sən demə. Bəs istəyərdiniz çox hədsiz dərəcədə belə deyim də Azərbaycandan kənarda belə məşhur və çox zəngin olasınız. Onda dəyişərdiniz, mənim maraqlıdır. Mən həmişə dediyim bir söz var, belə deyək, onu özüm fikirləşmişəm ki, məncə hamının bir limiti var. Məsəl üçün, adam var 1000 manatda dəyişir, 1000 manat olan kimi başqa adama çevirir. Adam var, onun limiti məsəl üçün 10 milyondur və onu heç vaxt qazanmayıb deyə. Biz ona həmişə fikirləşirik ki, bu adam olsun, 100 min qazandı, heç dəyişmədi. Amma limiti 10 milyondadır, ona çatmayıb bax. Mənə də gəlir ki, o limiti özümüz təyin edirik. Mənə görə, bəli, mən istəyərəm ki, çox böyük pullarım olsun, amma o qədər böyük hədəf qoymuşam ki, heç vaxt dəyişməyim. Hansı limiti onu deyib bilək. Məncə o qədər çoxdur ki, heç ona mən çatmayacam heç vaxt. Düşünürəm çatmayacam. Reallıq budur. Amma istəyərəm təbii ki, ən azından mən deməli bir dənə qısa hekayə danışacağam. İstanbulda olanda gəmi turuna çıxmışdıq və ailə ilə gəldim, oturdum. Bir də gördüm kimsə heç ağlıma gəlməzdi. İndi bunu belə təkəbbür kimi çıxmasın. Gəldi 2 nəfər mənə şəkil çəkdi. Azərbaycanlılar sadəcə. Ağlıma gəlməzdi. İstanbulda kimsə gəlib mənə şəkil çəkdi. Gəldi şəkil çəkdi, Allah şəkil çəkdi, demək olar. Şəkil çəkdi, getdi. Sonra bir nəfər gəldi, sonra bir nəfər gələndə dedim ki, çox sonra deyəsən məşhur bir də mənəm burada. Belə zarafat edir. Dedi, orada bir nəfər də var, Qazaxıstandan blogerdir də. Onu da sonra məndən sonra getdilər, onu da yanına şəkil çəkdi. Mən çox adi hiss elədim özümü. Yəni əvvəlcə sevinmişdim ki, gəlmişlər İstanbuldan. Sən demə elə adamlar fərqi yoxdur da, yəni blogerlərdən şəkil çəkdirlər sadəcə. Onda bir daha başa düşdüm ki, boş şeydir bunlar. Özünüzü bloger kimi hiss edirsiniz yoxsa? Əslində dediyim kimi bu sahə blogerlik sahəsində belə deyək, mən çox sonradan başlamışam bu işləri görməyə, blogerlik fəaliyyəti göstərməyə, yəni son 2 ildə falan. O vaxta qədər televiziya və filmlərdə işləyirdim deyə bu blogerliyə də çox ciddi yanaşmamışam açığı. Həmişə dostlar, tanışlar deyir ki, sən də video çək, sən də yazırsan, edirsən. Dedim, yox da mən burada işlər görürəm, nə oldu şey. Sonra başa düşdüm ki, əslində belə deyək də, doğru desək, oradan daha rahat pul qazanmaq olur deyə, yəni yaşam tərzimizi biraz dəyişək deyə edirik. Təbii ki, imkanım olsa eləmərəm, açıq deyim, yəni çünki o işi sevərək eləmirəm açıq. Anladım, sadəcə maddiyyat açısından. Bəli. Deməli, hələ ki istedadınız qədər qazanmırsınız, belə deyək. Nəinki məncə Azərbaycanda heç kim istedadı qədər qazanmır. İstedadsızlar daha çox qazanır. Öz-özüm biraz çoxutsur, amma... Düzdür. Valla TikTok'da insanlar daha çox qazanır. Valla heç ağzının aşığını bilməyən insanlar, üzr istəyirəm, ilk işə qazanırlar. TikTok platforması ümumiyyətlə dünyanın hər bir yerində bütün iqtisadiyyata ziyan vurub əslində. Niyə? Çünki belə deyək, niyə deyim, kobud səslənir, amma bu adam kasıb olmalıydı, bu adam bu yerdə qalmalıydı. Çünki sistem pozulur onda. Heç kim gəlib 300 manata, 500 manata işləməyəcək sonra. Çünki 300 manata, 500 manata bir gecəyə qazanır o adam. Sonra sən adamı çağırıb deyirsən ki, dünənlərim sən evin yarımsı qoymuşsan, malyar işi görürdün, qalıbdır. Axşam deyib 500 manat qazanır, uca işləmir. Sabah gəlib işini tamamlamır. Yəni bunu kobud səslənir bu sözüm, amma bu belədir. Yəni sistem dəyişir. Savadlı insanlar, çox əziyyət çəkən insanlar az pul qazanırlar, heç əziyyət çəkməyən insanlar çox pul qazanırlar. Doğrudan, onsuz bu savadlı insanlar bəzən, bu savadlı insanlar, dünya görüşlü insanlar utanırlar bəzən, çəkinirlər. Hətta TikTok açmağa belə utanır o insanlar valla. İndi biraz doğru diləyəsə sırtı olmaq lazım. Bu indiki zamanda yəni elə olmaq lazımdır. Vüsal, bəli. Sizcə siz düzgün istiqamətdəsiniz yoxsa? Məncə hə. Çünki mən dediyim kimi də uşaqlıqdan ailəmə qarşı çıxaraq, yəni ailəmin fikirlərinə qarşı çıxaraq bu yola gəlmişəmsə, məncə hə. Çünki indi onlar mənimlə
az da olsa indi deyirlər də hərdən bir Azərbaycan ailələrində rast gəlinməyən şeydir. Amma sağ olsunlar, mənim valideynlərim də deyirlər ki, mənə fəxr edirlər və mənim üçün böyük bir şeydir və ona görə də yəqin ki, düz yoldayım ki, onlar onu deyirlər. Çox sevindim buna. Çox sağ ol. Amma əvvəl başlayanda heç yəni. Təbii ki, əvvəl başlayanda deyirlər ki, özü iş tapmadın da sən. Amma bu çox böyük uğurdur. Hal-hazırda onların qürur duyması. Bir də bu yaxınlarda bildiyimizə görə nəsə sizi biraz incitmişdilər, belə deyim də. Bu barədə danışmaq istəyərdik sizlə. Harda? Nəsə filminiz deyəsən kinoteatrdan qaldırılıbmış. Belə bir problem var idi. Açığı necə oldu məsələ? Biz dediyim kimi sponsorsuz çəkdiyimizə görə kinoteatrdan müəyyən bir məbləğ istəmişdik və onların dəstəyini istəmişdik və bu dəstəyi onlar vermişdilər, sağ olsunlar. Amma o məbləğə çata bilmədi bizim onlara sonra qaytarmalıyam da bu. Qaytara bilməmişdim deyə vizyondan çıxarılmışdı film. Sonradan biz getdik yenidən danışıqlar apardıq ki, bu heç olmasa bu borcu qaytarmaq üçün təzədən vizyona girsin. Bir çox adamlar da əslində yazırdılar ki, biz baxa bilməmişik, çünki vaxt çatdıra bilmədik. Onları da belə gətirərək, səbəb kimi gətirərək dedik ki, təzədən çıxsın vizyona. Amma çox təəssüf ki, filmdə baxmayaraq ki, Rəfaət İskəndərov, Sənəbəs İskəndərli, Zenfira xanım Əbdülsəmədova, Talih Yüzbəyev, Kəmal Piriyeva kimi belə tanınmış insanlar, Kamran Ağabayev həmçinin tanınmış insanlar var idi. Buna baxmayaraq film belə deyək də, nə sponsor tərəfdən yarıdı, nə də ki, tamaşaçılar biraz qeyri-adi film idi. Açıqca siz baxmışsınız, baxmayanlara spoiler verməyim. Tamaşaçılar gözləmirdilər ki, belə bir Azərbaycanda belə bir film olacaq ki, orada belə bir səhnələr olacaq. Düzdür, yəni açıq səhnələr yoxdur. Üstəmə yenə də necə deyək, fərqli idi də, yanaşma fərqli idi. Zaten mən onu yazanda da bilirdim ki, belə olacaq. Ailələr var ki, elə ailələri mən tanıyıram. Bəzən insanlar, mən elə düşünürəm ki, bizim səhvimiz biraz orada olur ki, komediyanı az eləmişdik. Çünki bütün dünyada da bu sistem var ki, insanlar kinoteatra əylənməyə gedirlər. Çox da dramaya baxmağa meyilli deyirlər. Ona görə biraz yəqin az baxış var idi. Düzdür, kifayət qədər, mənə görə kifayət qədər baxış idi. Sadəcə istədiyimiz o rəqəmə sata bilmədik. Deyim, bir də mən onu demək istəyirəm ki, baxmayaraq ki, kinoteatrda belə bir məsələ var idi, amma hal-hazırda Qapı filmi 4 dənə nominasiyada bilirsiniz ki, yəni bir kino tənqidçilərin mükafatı var. Orada 4 nominasiya üzrə yarışır. Ümid edirəm ki, hər hansı bir nominasiyada qalib ola bilər. Komandamız adına ən azından sevinərəm buna. O filmlər mənim ilk filmimdir, ilk bədii filmimdir kinoteatra çıxan. Qapı filmi. Bəli. Ona görə də mən sevinərəm ki, yəni komanda adına da sevinərəm ki, belə bir iş çəkdiyim filmdə artıq nominantdır film yəni. Uğurlar arzu edirəm. Doğrudan amma mənim çox marağımı çəkmişdi. Yəni son zamanlar çəkilən filmlərin içində getdiyim. Yox, kommentlər də yaxşıdır. Yəni gələn baxanlar da hamısı sağ olsunlar. Deyirlər yaxşıdır. Sadəcə dediyim kimi də biraz fərqli idi. Cəmaət onu gözləmirdi biraz. Digər filmlər indi demək istəmirəm, belə kütləsi çox olan filmlər, hansı ki deyirəm də, yəni də komediya. Məsələn, mən indi yazdığım film komediyadır. Sırf komediya yazıram. Sırf bizim kütlənin belə deyək, daha çox böyük kütlənin baxdığı tərzdə yazıram, amma öz tərzimdə çəkəcəm yenə də inşallah. Ümid edirəm, heç olmasa bu daha çox baxılar. O baxılacağı təqdirdə onda mən dəqiq qərar verəcəm ki, bəli, Azərbaycan kinoteatr tamaşaçısı hələ ki bunu istəyir. Əvvəllər məsələn sponsorlar, məsələn məşhur tanınmış simalara görə daha çox sponsor tapmaq asan idi. Amma indi fərqi yoxdur artıq sponsorlar üçün. Artıq kinoteatrda ümumiyyətlə heç kim simaya gedib bax. Sadəcə eşidir, sarıfanla reklam deyirlər. Eşidir ki, yaxşı filmdir, gelin baxın. Pis filmdir, baxmam sadəcə. Ayda, çox üzüldüm bunu doğrudan da. Bir də reklam məsələsi önəmlidir. Bizim biraz gücümüz çatmadı reklam eləməyə. Daha çox reklam eləməyə, daha doğrusu. Gücümüz çatırdı, Instagramda dostlar tanışa deyirdik, paylaşırdılar. Təbii ki, billboardlarda, nə bilim, televiziyalarda çox reklam getsəydi. Televiziyanın gücü var. Mən həmişə deyirəm, televiziya gücü var. Baxmayaraq ki, nə qədər adam desə də ki, mən televiziyaya baxmıram. Yalan deyir. Hamı televiziyaya baxır. Ən azından belə monitor televizorda baxmasa da internetdə girir, hardasa orada baxır o kanallarda var şeylər. Buna görə də oradakı reklamlar çox önəmlidir. Bəs ola bilər ki, indiki belə deyim də o məşhur simalar, o karifeli sənətkarlar artıq adiləşib.
Əlçatan O da ola bilər, o da olur. ola bilər, amma kimi seçək, yaxşı, yeni çıxan bir adam seçsən, deyir ki, aş bu kimdir, Game of Thrones-a bax. Eynən. Köhnə adam seçsən, deyir ki, aş bunlardan da bezdik. Bə kimi seçək, yaxşı. O da var, düzdür. Özü çətin bir iş görmüşdünüz. Çünki Azərbaycanda çox azdır məncə, iş yox səviyyəsindədir. Bir məkanda, tək məkanda, yəni eləmək. Əslində elə filmlər daha çox baxılır, sevilir elə filmlər. Çətin işdir əslində onu eləmək. Çox Çünki çətin. bir məkanda sən o qədər həm rakurslar çox seçməlisən, həm dramaturji olaraq elə bağlamalısan ki, tamaşaçı yorulmasın Eynən. bir məkana baxdığına görə. Bu yaxınlarda digər bir filmdə çıxdı bir məkanda, Otello filmi, Elvin Rüstəmzadə çəkib. O filmdə belə maraqlı filmdir. Sadəcə şəxsi fikrimi mən bəyənməmişəm, o heç o öz fikrimə görə. Amma o da bir məkanda idi. Sadəcə dediyim kimi bir məkanda olan filmlər ona görə Azərbaycanda çoxalır ki, büdcəyə görə. Daha az büdcə. Daha az büdcəyə seçirsən də, çünki bir məkana girib seçirsən. Amma məsələn xarici filmlərdə, başqa ölkələrə aid filmlərdə daha çətin kimi sanki. Çünki onlar pavilyonu tikirlər. Biz ssenarini yazırıq, sonra ev axtarırıq. Bunlar evi tapırlar, sonra ssenari yazırlar. Deyirlər ki, evin burası belədir, nə bilim, buradan girirlər, buradan çıxırlar. Ya da ən azından pavilyon kimi tikirlər onlar, rəssamlar. Yəni, bizdə isə ssenari yazırıq, sonra geri evə baxırıq ki, evin qapısı buradan döyür, ssenarini dəyişirik ki, qoy buradan girməsin, buradan girsin. Məcbur. Belə. İnşallah düzələcək. Ümid edirəm. Yəni sizin kimi gənclər gəldiksə, sizin arxanızda da gələcəklər də inşallah. İnşallah. İnamınız var buna? İnanıram, əlbəttə. Gənclər. Dediyim kimi, görməsək də ən azından bizim haqqımızda danışarlar. İnşallah, ümid edirəm. Misal, nəsə bu çəkiliş prosesində, məşq prosesində maraqlı bir hadisə başınıza gələn, ən maraqlı hadisə. Dramatik də olar, komik də olar. O qədər çox olur ki, hərdən onları yadda saxlamaq olmur. Belə söhbət açsanda ancaq yada düşür. Mən ən çox yadımda qalan deməli təzə çəkilirdim. 19-20 yaşım var idi belə. Təzə başlamışdım serial çəkilməyə. Tofiq müəllim var idi, rəhmətli, soyadını unutmuşam. Tofiq müəllim də əməkdar artist idi. Bir səhnəmiz var idi. Deməli, mənə şillə vurmalı idi. Və mən güya psixoloji olaraq nəsə baş verdi mənim başımda. Mən dəyişdirirdim, başqa adam olurdum. Belə bir senari. Məsələn, məşq edədiyim məşqlər təbii ki, belə yalandan şey deyirdi. Mən də dedim, çəkiliş vaxtı rökdə mənə elə bir şillə vurdu ki, səs rejissoru qulağından nauşluqu çıxartdı ki, o qədər səs çox gəldi də. Hamı belə risk dayandı ki, birdən-birə ki, Vüsal öldü də, prosta başa düşdüm. Mən də belə dayanmışam, bilmirəm davam edeyim, yoxsa... Çünki yadımda ki, sol tərəfimdən vurmuşdu, amma sağ qulağım ağrıyırdı. Yəni, o qədər çox ağır udar gəlmişdi də. Yazıq özü də dedi ki, bağışlaya bilmədim. Amma çox, o da iri bir adam idi. Mənim də boyum balacadır, hamı bilir. O da iri bir adam, əlləri də böyük. Bir dənə şapalaq vurdu mənə. Heç vaxt o yadımdan çıxmır, yəni, o səhnədə. Texnika vurmadı da, əməlli başı şapalaq vurdu, yəni. Bax, bu bəzi aktyorlarda texnika yoxdur. İndiki gənclərin də bəzisində, keçmiş nəsildə də. Məncə onu, yəni, öyrənmək olar, yəni, məncə. Əslində aktyor texnika eləməlidir hər şeyi də. Mən bu arada Alatava serialında Eltəkin var, bizim gənc aktyorumuzdur. Ona səhvən durmuşam, şilləni. Səhvən necə? Vurandan sonra söz yadımdan çıxdı. Vurdum, sonra söz yadımdan çıxdı. Dedim, üzürsə bir dəfə də vuracaq, söz yadımdan çıxdı. Belə olmuşdu. Çoxsu belə dövməklə bağlı. Mən bir dəfə şəhərdə döymüşlər. İlk dəfə seriala çəkilirdim. Çox pis adam oynayırdım xarakter, obraz olaraq. Heç gözləmədiyim bir anda bir dənə xalq. Bir elə şeylər var ki, məsələn, tamaşaçılar elə bilir ki, sən o adamsın. Hə. Mənim deməli Alatava serialında obrazın adı Malış idi. Yəni Aslan idi, Malış idi. Başınıza bəli olub deyəsən o. Malış əmi, Malış, ay Malış, ay Malış. Ay deyirəm qardaş, o obrazın adıdır. O Malış. Bu arada mən bir nəfər bu yaxınlara TikTok əmi dedi. Yəni proqramın adına da yoxdur, heç olmaz obraz adı olsa. Salam TikTok əmi. Salam. Doğrudan bu Malış adında başınıza bəla oldu. Alatavadan sonra. Onun senaristi siz idiniz, yoxsa? Yox, onun senari müəllifləri Əlxan Rəcəbov, Talih Üzbəyov və Emin Əfəndiyev idi. Çox qəşəng serial idi o da. Elə deyirlər. Doğru elədi. Davam eləmədi təəssüf ki, amma yaxşı iş idi, yəni işlərdən fərqlənirdi. Niyə davam eləmədi? Yəni baxılırdı, çox baxılırdı. Yenə gəlirik o maliyyə söhbətinə, açığı orada da Əlxan
borc elədi. İndi rəqəm deməyəcəm. Biz xeylam rəqəm var idi. Sağ olsun İctimai Televiziya əslində şərait yaratdı. Biz bunu işlədik, amma orada nəsə anlaşılmazlıq olmuşdu kanalla bizim rəhbərlik arasında. Mələşi qalıb da belə. İnşallah düzələr. Yəni ümid edirəm. Yenə də həmin hər söhbətin axırı odur ki, ümid edirik ki, düzələr. Sponsorlar, xahiş edirəm, nəzərə alın. Səviyyəli proyektlərə, səviyyəli işlərə, filmlərə, kinoteatrlarda gedən filmlərə pul ayırın. Artıq əl çəkin bu həyat yoldaşını axtaran kişilərin çıxdığı proqramlardan. Bu arada M-Media Azərbaycana təşəkkür edirik və özünüzü, işinizi reklam etmək istəyirsinizsə, sponsor olmaq istəyirsinizsə, həm bizə, həm Vüsal bəygilin komandasına aşağıdakı nömrələrlə əlaqə saxlayın. Forum Baku bir də dostlarımız var bizim Telegram səhifəsi. İş axtarmaq istəyirsinizsə, hər hansısa bir işə ehtiyac duyursunuzsa, işçiyə ehtiyac duyursunuzsa, kiminləsə tanış olmaq istəyirsinizsə, Forum Baku Telegram səhifəsinə müraciət eləyə bilərsiniz. Təşəkkür edirəm. Vüsal, çox təşəkkür edirəm sizə də gəldiyiniz üçün. Çox sağ olun. Bilməm, yorucu oldu söhbətim yoxsa yox, amma çox xoş idi doğrudan da. Bəli, çox sağ olun. Doğrudan əsas odur, özümüz olduq. Çox rahat oldum sizdən. Çox özüm idim əsas mən. Çox sağ olun. Bir daha təşəkkür edirəm. İnşallah ümid edirəm ki, qəşəng sponsor olacaq və siz daima çalışacaqsınız. Təşəkkür edirəm. İnşallah biz bir dəfə də görüşərik. Onda daha rahat belə xoş belə söhbətlər edərik ki, biz pul tapdıq, çəkdik. Bazardıq. İnşallah, inşallah. Və deyəsiz ki, o xəyalımdakı o həyata qovuşdumu, milyonlar olan. İnşallah. Onda bilmirəm, bura gələrəm yoxsa yox. Onu dəyişsə bilmirəm, bura gələrəm yoxsa yox. Yox, inşallah onu biz də dəyişmiş olarıq da. İnşallah. Çox təşəkkür edirəm. Sizə də təşəkkür edirəm, əziz tamaşaçılar. Bu həyatda kim olursunuz, olun, nəçi olursunuz, onun əsas odur ki, özünüz olun. Buyurun, siz də sağlaşa bilərsiniz. Sağ olun, təşəkkür edirəm baxdığınız üçün. Ən azından düşünürəm ki, bu tipli verilişlərə baxan tamaşaçılar nə qədər çox olsa, həmin tipli kinolara da baxan adamlar çox olacaqlar. Sağ olun.